Necə dəhşətli kabusdur! Kömək! 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 Necə dəhşətli kabusdur! Kömək! 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 Bırakın beni! Bırakın beni! Bırakın deyirəm beni! Bırakın beni! Ela Həzrət! Ela Həzrət! Məsihin doğumundan 16 il əvvəl Yəhudi ölkəsinin padşahı Herod Roma imperiyasının köməyi ilə Yerusəlimə hakim olmuş, səltənət taxtına əyləşmişdir. Vəd olunmuş Məsihin dünyaya gəlmə kabusu onu dəhşətli şəkildə qorxuya salmış, bütün Yerusəlim də Yəhudilərin xilaskarının doğumunun intizarındadır və qiyam hər yeri bürümüşdür. Ne olub? Bu ne səsküydü? İlahi, bu ne beladı başımıza geldi. Tələsin, Cənab Yasakarı bu hadisədən xəbərdar eləyin. Oldu, gedirəm. İlahi, sən özün bizə kömək ol. Bu ne müsibətdir? Cənab Yasakar. Cənab Yasakar. Niyə belə istirablısan, əziz Mikail? Yəni siz bilmirsiniz? Nəyi bilməliyəm? Siz həmişə istəyirsiniz sözlərinizi başqalarının dilindən bəyan eləyəsiniz. Məyər bütün bu səs-küyü eşitmirsiniz? Eşidirəm. Hər kəsdən daha tez eşidirəm. Bu gecə İmranın övladı Məsihin doğum gecəsidir. İmran? İmran ki, neçə aydır dünyasını dəyişib. İndi bir biz qalmışıq, bir də insanların bu təhlükəli inamı. Bu ixtişaş təhlükəli qiyama çevrilir, cənab Sidqiya. Vay bizim halımıza. Hə, düz deyirsən. Cənab Yasakar, siz buradasınız. Bilirsiniz, orada nə baş verir? Cəmaat məbəd darvazasının qabağında toplaşıb. Bir şey eləyin, cənab Yasakar. Mən neynəməliyəm ki? Hə? İmranın arvadının doğuşunun qarşısını alım. Məbəd idarəçiliyi siz fərisilərin nöqtəsindədir. Gərək bir şey deyəsiz ki, cəmaat sakitləşsin. Əgər ağzımızı yumsaq, özümüz təhdidə məruz qalacağıq. O zaman ki, İmran peyğəmbərlik iddiası eləyirdir, ardıcıl ilahi vəhddən danışırdı. O elan eləyəndə ki, evladı Bəni İsrailin xilaskarı və vəd olunmuş peyğəmbəri olacaq. Mən sizə təhlükə xəbərdarlığını eləmədim. Dedim, bu fitnəni elə ana bətrində boğun. Dedim, ha? Dedim. Dedim, onu şəhər şurasında ölümə məhkum eləyin. Amma siz sədugilər ona rəhm eləyib dediniz. Allah onu rüsvay eləyəcək. İndi nə vaxta kimi səbr eləyək ki, Allah qılıncını qınından çəksin? Hə? Məsih! O bugün gələcək! O bugün doğulacaq! Məsih! Məsih bugün doğulacaq! O bugün zuhur edəcək! Biz xilaskarımızı gözləyirik. Bizim xilaskarımız edəcək. doğulacaq! Dağılışın. Xilas edəcək! Bizi sizin buradan xilas edəcək. Rədd olun. Əçlar! Evinizə gedin. Dağılışın. Şuna yığışmayın. Neyinsən? Əl çək. Bırakın beni. Bırakın. Bırakın onu. Əmri yerinə yetirirəm. Əl çəkin. Bırakın onu. Eşitmirsiniz? Çəkilin. Sakit olun. Ne olub? Sözünü rahat dik ki. Niye bura toplaşmışsınız? Məsihə görə o bugün doğulacaq. Bu gecə bizim xilaskarımız doğulacaq. Yəhudi xalqının zəlilliyi bu gecə sona çatacaq. Sona çatacaq. Bəni İsrail Allah'ın seçilmiş kavmidir.
salacağıq. Biz heç vaxt xiffət və zəlilliyə razı olmayacağıq. Sakit olun. Bəsdir susdu. Bizim xilaskarımızın ardınca gedəcəyik. Bu gecəsini xilas edəcək. O bizi bu zülmdən xilas edəcək. Bəli. Bəsdir tapdandı. Qulaq asın cəmaət. Son qoyacaq. Qulaq asın. Uzun illərdir biz bu məbəddə digər kahinlərlə birlikdə gecə gündüzü Məsihin zuhurunun intizarı ilə keçiririk. Hər gecə və gündüz dua eləyirik ki, Allah onun zuhurunu bizim zamanımıza salsın. İndi mən özüm, şəxsən özüm sizlərin tərəfindən nümayəndə olaraq yenə dua eləyəcəyəm ki, Allah çox tez Yahudi xilaskarını bizə çatdırsın. Bəs doğulacaq körpə necə olsun? Bəlkə yalan deyirəm. Deyirlər bu uşaq Məsihdir. İmranın dediyi sözlər necə olsun? Deyirlər. Cəmaat çox şey deyə bilər. Siz Allahın xəbərini bizdən eşidin. Görəsən nə danışır? Onlara inanmaq olmaz. Sizin həyəcanınız yersizdir. Hələ Məsihin doğulmasından heç bir xəbər yoxdur. Bu hadisədən əvvəl xüsusi əlamət və nişanələr olmalıdır ki, onların hələ heç biri yaranmamışdır. Əgər xilaskar zühur eləsə, biz Süleyman məbədinin kahinləri hamıdan tez xəbərdar olacağıq və siz məzdumlara, möminlərə müjdə verəcəyik. Görəsən Əla Həzrət, niyə gəlmir? Yəhudilərin böyük padşahı və mütləq hakim Əla Həzrət Herod. Oo, əziz Bereklisin. Böyük Heroda salam olsun. Nə olur? Nə üçün narahat görünürsən? Gecə vaxtı narahat eləmək istəmirdim. Üzr istəyirəm. Padşahların söz deməkdən başqa işləri yoxdur. Əyləş. Təşəkkür edirəm. Yaxşı, Romadan nə xəbər var? Mən Romaya getməmişdim, Əla Həzrət. Bəs niyə çoxdandır görünmürsən? Tibriyas sərhəd bölgələrində ixtişaşlar baş vermişdi. Onları sakitləşdirməklə məşğul idim. Onda bənizinizin soğğunluğu yəqin ki, yorğunluqdandır. Qulağımıza narahatçılığa əsas verən xəbərlər çatır. Bəyəm Romada insanlar İmperator Avqustosun əleyhinə qiyam qaldırıblar? Xeyr, Roma son dərəcə qüdrətli və sakitdir. Mən Yerusəlimdən danışıram. Yerusəlim? Bizim səltənəti deyirsən? Siz Yerusəlimin daxili xəbərlərini bizdən daha yaxşı bilirsiniz. Şəhərdən kənarda ifratçı səduqilərin bir qismi gizli yığıncaqlar təşkil edir. Şəhərin içində isə təəssübkeş cəmaat məbədin kənarında toplaşıb və Məsihin zühurundan danışırlar. Sizin də xəbəriniz var? Məsih, peyğəmbərlər və müqəddəslər. Axı, həftədə neçə dəfə yalancı peyğəmbərlərin, rahiblərin zühurundan xəbər eşitmək olar. Siz gərək belə xurafatlara adət eləmiş olaydınız. Məyər Yahudilərin inancı bu deyil ki, Məsih dünyanın padşahı olacaq? Məyər demirlər ki, Məsih qılıncla gələcək və Bəni İsrail onun rəhbərliyi ilə bütün xalqların üzərində qalib olacaq? Məyər inanmırlar ki, heç kəsin onun qarşısına çıxmağa qüdrəti olmayacaq? Onlar Məsihin köməyi ilə Romadan intiqam almaq istəyirlər. Allaha şükürlər olsun ki, Bəni İsrail inancları Romalılara da təsir eləyib. Böyük Herod sağ olsun. Bu inanc həmişə bizdə narahatlıq yaradır. Siz gərək peyğəmbərlik və müqəddəslik iddiasında olanları kahinlərin öhdəsinə buraxasınız. Padşahların belə işlərə müdaxilə eləməyə vaxtı yoxdur. Cənab Herod, xəbərləri eşitmisiniz? Hamı deyir ki, bu gecə Məsih doğulacaq. Əzizim Miryam, yenə başlama. Deməli belə çıxır ki, cəmaatın işi gücü yalnız Məsihi gözləməkdir. Amma əgər bu xəbər düzdürsə, onda doğulacaq körpə Yahudi xalqının xilaskarıdır. Yahudi xalqının xilaskarı mənəm. Herod, Yahudilərin padşahı. Onların ən qüdrətli kişisi. Cənab Herod. Xahiş edirəm bu sözlərlə mənim qəzəbimi alovlandırmayın. İndisə mən və Beriklis mühüm iş haqqında söhbət edirik.
Siz yaxşı olar ki, istirahət eləyəsiniz, əzizim Miryam. Bu gecə bəşəriyyətin taleyi həll olunur. Siz isə vaxtınızı hansısa bir söhbətlə keçirirsiniz. Görürsən də, inanın ki, səmimi qəlbdən istəyirəm ki, hakimiyyəti bostançılıqla əvəz edeyim. Səni günəşdən qoruyan sadə kölgəliyin rahatlığı bundan daha yaxşıdır. Sən bilirsən ki, mən Yunan, Misir filosoflarının təsiri ilə böyümüşəm. Və məşhur gözəllik, sənət, eşq üçbucağının əsiriyəm. Amma bucaqlardan biri də ölümdür. Dediyiniz bucağı düşünməyin. Nigaran olmayın mənim əziz dostum. Mən sabah sizi gözləyirəm. Biz ölkədəki təhlükəsizlik barədə və ifratçıların hərəkətləri haqqında söhbət edərik. İndisə gecdir və hamımız yorulmuşuq. Eləsə sabah kimi. İcazənizlə. Gəl. Əla həzrət, göstərişinizdə əsasən şəhərə çoxlu cəsurlar göndərmişik. Onlardan bir neçəsi Zəkəriyanın evinin ətrafına toplaşanların arasındadır. Kifayət deyil. Kifayət deyil. Kahinləri nəzarətdə saxlayın. Darvazaları yoxlayın. Adamların giriş-çıxışını qeydə alın. Şəhərə daxil olan hər bir əcnəbini sorğu-suala çəkin. Danışılan heç bir söz mənim məmurlarımın qulağından qaçmamalıdır. Özün də tez Cəliliyə get və Zəkəriyanın evinə göndərdiyim adamlara qoşul. O doğulacaq oğlan uşağı gün işığı görməməlidir. Niyə dayanmısınız? İtilin gözümdən. Herod, padişahlıq taxtacını səndən almaq istəyirlər. Yox, icazə verməyəcəm. İcazə verməyəcəm! Bu adi gecə deyil. Bu gecə Məsih doğulacaq. O bizi bu zülmdən xilas eləyəcək. Güldə, niyə gecikirsən? Bilirsiniz evin qarşısında nə qədər adam var? Gecənin bu vaxtında bu cəmaat xəstə qadını qətiyyən düşünmür. Onlar Hənnanın körpəsinin doğuluşunu gözləyir. Kaş ki dağılışıb səhər gəliydilər. Görürsən, yazıq bacım necə ağrı çəkir. Həyəcanınla bacının dərdini artırma. Analar öz evladları yolunda həmişə əzab çəkib. Qorxuram. Kar Zəkəriyə burada olub bir dua oxuyardı. Səbirli ol, Hənna. Hər şey yaxşı olacaq. Pərverdigara, ağrıları onun üçün asan elə. Cavan qızlar doğuş zamanı dözümsüz olurlar. Hənna kimi yaşlı qadın buna necə dözsün? Gərək o hamilə olmayaydı. Elizabeth. Əzizim, buradayam. Sakit ol. Bacı, bilirsən sənə necə qibd eləyirəm? Allah yanında seçilmiş anaların məqamı çox yüksəkdir. Elizabeth, mən qorxuram. Döz, Hənna, səbirli ol. Qulaq as. Qorxuram. Mən qorxuram sağ qalmayım. Yoldaşın Zəkəriyəyə... Allahın Peyğəmbərinə de ki, bizim nəzrimizi yerinə yetirsin. Sakit ol. Hər şey yaxşıdır. Sən özün oğlun Məsihi məbədə göndərəcəksən. Cəlilə cəmaatının çoxu bu gecə yuxunu özlərinə haram eləyiblər. Pərverdigara. Ata, niyə ağlayırsan? Oğlum, bizim çətinliklərimiz artıq bitir. Bizim və bütün dünyanın əzizi burada dünyaya qədəm qoyacaq. Görəsən bu sadə cəmaatın başqa çarəsi var? Bu gecə yəhudilər üçün mübarək gecədir. Onlar bura ümidlə gəliblər, cənab Yərbəyam. Bəs siz necə bura gəlmisiniz?
Çünkü Uşaq dünyaya gəldi. Məsih. Şükür sənə ilahi. Gedim cənab Zəkəriyyəyə xəbər verim. Ya Rəbbim, şükür sənə. Şükür sənə. Şükür sənə ilahi. Şükürlər olsun. Uşaq dünyaya gəlib, ona görə hamura toplaşıb. Herod uşaq istəyir. Biraz səbr edək ki, cəmaat dağılarsın. Bütün Yahudilər Yerusəlim məbədinin ətrafına toplaşıblar ki, kahinlər bir çarə tapsınlar. Biz isə silah götürüb bura gəlmişik ki, sənlə nəhd bağlayaq, ey İmranın canişini. Zəkəriyyə, ey Allahın peyğəmbəri, sənə söz veririk ki, hər bir fərmanını canla başla yerinə yetirəcəyik. Götür, bunlar məbədin taxtalarıdır. Başqaları ilə qarışmasın. Ey Zəkəriyyə, niyə sakitsən? Bizə bir söz de. Cənab Zəkəriyyə, biz hazırıq. Hər nə desəz, onu dərhal yerinə yetirəcəyik. Biz son damla qanımıza qədər sizin yanınızdayıq, cənab Zəkəriyyə. Amma səninləyik. Səbirli olun. Səbirli olun, dostlar. Bəli mənim dostlarım. Ey Allaha pərəstiş edən möminlər. Nəyin sorağındasınız? Qılınc nəyə lazımdır? İmran mı bizə əlimizə silah alıb qan tökmək və qiyama hazırlaşmağı söylədi? Məyər bizim hamımızın arzusu bütpərəst Romalıları və digər Allahsızları bu ölkədən qovmaq deyil? Məyər Allahın hökmü seçilmiş qövmünü yer üzündə hakim eləmək deyil? Qardaşlar, səbr eləyin. Sizinlə bir sirri bölüşmək istəyirəm, razısınız? Bəli, ustad. Bəli. Bu kəsici qılınc Romalı və Yəhudi, Allahpərəst və müşrik insan olmasından asılı olmayaraq bir zərbə ilə qan tökər. Elə isə hansı silahı əlinizə götürməlisiniz? Paklıq və təqva ilə cilalanmış, məzlumların haqqını özünə qaytaran silahı seçməlisiniz. Fəzilətə qayğı göstərsəniz, o kök atacaq. Çalışın, sadiq olun, sevgiyə dəyər verin. Ürəklərinizi təmiz və pak edin. O zaman bu dəyərlər dünyaya hakim olacaq. Əziz qardaşlar, bilin ki, bu silah ürəklərə iman və təqva, Cənab Zəkəriyyə, bəşəriyyətə isə sülh və əmin-amanlıq Cənab Zəkəriyyə. Ustad, muştuluğumu verin. O dünyaya gəldi. Bəli, ağlamaq səsini öz qulağımla eşitdim. Bu möcüzə idi. Şükür olsun Allaha. O gəldi. Məsih gəldi. Baxın, Zəkəriyyə özü də gəlir. Yoxsa başımız çox ağrıyacaq. Herod yaman Ağlıma da gəlməzdi ki, bu işin sonu belə olacaq. Zəkəriyyə gəldi. Görəsən xəbəri var nə baş verib? Belə çıxır ki, bizi aldadıblar. Nə olub, əmoğlu? Daha nə olacaq ki? Nəslimizin abır həyası getdi, biabır olduq. Bu nə deməkdir? Bu o deməkdir ki, bütün bu peyğəmbərlik və onunla bağlı səsküylə həqiqətən Bəni İsraili ələ salmısınız. Zəhərli dilini saxla və sözlərinə fikir ver. Get bu biabırçılığı öz gözlərinlə gör. Hamısı yalan, yalan. Cənab Yərbam, səbr eləyin. Axı nə olub?
İndi necə olacaq? Daha nə istəyirsiniz? Nəyi gözləyirsiniz? Evlərinizə qayıdın. Mənə inanmırdınız. İndi gördünüz? Əcəb işə düşmüşük. Düz deyir, gəlin gedək. Heç bir nəslin bizim kimi yalançı peyğəmbərlər olmayıb. Vay olsun bizə, vay! Vay! Fənailin qızı, de görüm nə olub? Uşaq qızdır. Cənab Zəkəriyyə, kinli, bədxah düşmənlərə nə cavab verəcəyik? Öz-özümüzə deyirdik. Təqvalı Zəkəriyyə Hənnanın övladının qız olduğunu eşidəndə gör nə çəkəcək. Bir qızın dünyaya gəlməsi hər bir ailə üçün eyib və pərişanlıqdır. Cənab Zəkəriyyə, bəs İmranın qabaqcadan dediyi necə oldu? Biz bu rüsvaçılıqla neyniyək? Deyin ki, pəncərələrə həsr salsınlar. Özünüz də bir müddət evdən çıxmayın ki, qoy cəmahat bu rüsvaçılığı, qız uşağının doğulmasını yaddan çıxarsın. Qonşularla da əlaqənizi kəsin ki, Cəllilə cəmaatının qəzəbi bundan artıq alovlanmasın. İlahi rəhmətə irad tutursan? Mən nəslin abur-həyasını fikirləşirəm. Axı siz Əbiyya nəslinin böyüyüsüz. Elə isə insanlara özüm cavab verərəm. Gedə bilərsiniz. İmranın qızı salamatdır. Allaha şükür. Bəli. Bəs uşaq özü hanı? Kahinləri! Xəbər var! Ey məbəd kahinləri! Xəbər gətirmişəm! Cənablar! Cənab Sedqiya! Cənab Mikail! Xəbər gətirmişəm! Cənablar! Cənab! Cənab! Nə olub? Niyə belə təngə nəfəs olmusan? Cəlilədən bura kimi
dayanmadan qaçmışam. Zəkəriyanın evindən xəbər gətirmisən? İmranın yoldaşı azad oldu. Hə. Məsih olmalı uşaq dünyaya gəlib. Amma bu uşaq qızdır. Qız olur? Necə? Qız olsun? Bəs deyirlər Məsih dünyaya gələcək. Hə. Kaş orada olaydınız və uşağın qız olması xəbəri gələndə evin arxasında toplaşan cəmaatı görəydiniz. Gərək Cənab-ı Yəsakarı bu işdən agah eləyək. Yaxşıdır. Səliqəli xəttim var. Cənab Yəsakar. Cənab Yəsakar. Niyə belə təlaşlısan, cənab Sidqiya? Mühüm xəbərim var. Elə indicə Cəlilədən bir nəfər xəbər gətirib. Muştuluq verin, Cənab Yəsakar. Nə olub? Olmaya uşağın anası doğuş zamanı ölüb. Xeyr, hər ikisi salamatdır. Və sonda nəyə sevinirsən? Bəlkə uşaq qız doğulub. Hücum etdilər? Yaramazlar! Allah sizin bəlanızı versin. Məgər sizə demədim ki, bu şimal sərhədli bölgələri yaxşı mühafizə olunmalıdır? Amma siz hələ yuxudasınız. Onlar sizləri mühasirəyə ala bildikləri üçün bu günə saldılar. Gözlənilmədən hər tərəfdən hücum etdilər və bizi qəfil yaxaladılar. Sayları neçə nəfər idi? Sayları bizdən çox deyildi, amma çox yaxşı döyüşürdülər. Məsihin doğulma şayəsi onlara xüsusi güc vermişdi. Onlar görülməmiş cəsarətlə döyüşürdülər. Biz dərhal Romalılara carçı göndərdik, amma onlardan bir xəbər gəlmədi. Cənab Herod, sizin və İmperator Avqust arasında olan razılaşmaya əsasən Roma legionları bu işə müdaxilə edə bilməzlər. Mənim dünən gecəki nigaranlığım səbəbsiz deyildi. Amma cənab Herod buna əhəmiyyət vermədi. Ərz eləmişdim, Məsihin doğum şayəsi bizim üçün çətinlik yaradacaq. Əla həzrət, xoş xəbərim var. Dünyaya gələn uşaq qızdır. Bəli, gərək özümüzə hazırlayaq. Sizə Məsih barəsində xəbər gətirdilər? Elədir ki, var. O dünyaya gəlib. İfratçılar və qiyamçılara xəbər çatdıra bilərsiniz ki, səbirsizliklə gözlədikləri o Məsih, sən demə qız imiş. Ona görə də canınızı qurtardınız. Artıq üzünüzü görməyim. Baş üstə, Əla həzrət. Baş üstə. Baş üstə. Gedin. Bugün talih özünüzə güldü. Xoşalam. Xoşal. Bilirsiniz niyə? Düzünü bilmək istəsəz, mən də Yahudi padişahlığını məndən alacaq bu Məsihin dünyaya gəlməsindən qorxuya düşmüşdüm. Amma nə yersiz qorxuymuş. Təsəvvür eləmirdim. Heç ağlıma da gəlməzdi ki, mənim Yahudi padişahının canişini bir qadın olacaq. Bacıcan, çox fikir eləmə. Allah İmrana rəhmət eləsin. Pərverdigara,
bütün varlığımla övladımı sənin evinə göndərmək istəyirdim ki, sənə xidmət eləsin. İndi də qərarlıyam. Amma neyniyim? Ümidim doğrulmadı. Məyər İmran sənə Allahın izni ilə ölüləri dirildən, kör və xəstələrə şəfa verən bir oğlan dünyaya gətirəcəyini söyləmədimi? İmranın gələcək barəsində söylədiyi sözlər elə bunlardan ibarət idi? Bəli. Peyğəmbərlərin heç bir zaman özlərindən söz demədiklərini və ilahi bildirişləri çatdıran olduqlarını bilirsənmi? Bəli, bilirəm. O sənə yalan söyləməyib, Hənna. O böyük oğlandı, çox böyük. Ona görə böyük və pak anadan dünyaya gəlməlidir. Hətta səndən də üstün və fəzilətli olan anadan. Həmin ananın əti və qanı imanla yoğrulmuş olmalıdır. Anlayırsan, Hənna? Məsihin anası? Hı-hı. Bu həmin qızdır. Həmin qız. Bu qızdan vəd verilmiş Məsih dünyaya gələcək. Bu sənin boyun olduğun nəzirdir. Allah heç bir bəşər övladının bu qıza bənzəmədiyini bilir. Bu qız böyükdür. İsrail oğullarının onu tanıya biləcəyindən daha böyükdür. Onun qayğısına qalmalıyıq. Əgər onlar bilsələr, qızın canına təhlükə yaranacaq və onların şərindən yaxa qutara bilməyəcək. Yəhva bizdən bu qurbanı qəbul eləsin. Bu şəhər biz Yahudilərin üstündən salamatlıqla ötüşdü. Cənab-ı Sakar, şübhəsiz sizin dünən gecəki tədbiriniz bizi bu təhlükədən xilas elədi. Allaha şükür edirəm. Belə də yalan olar. Yəhudi xalqını bir oğlan xilas eləyəcək. Hansı oğlan, hansı peyğəmbər? Allahın lənəti o kəs olsun ki, onun dininə təfriqə salır. Və indi də adamlar Zəkəriyanın ətrafından dağılışırlar. Məyər bu kədərli deyil, cənablar? Zəkəriya tənha və məzlum. Əgər Zəkəriya Allahın peyğəmbəridirsə, onda mən də mələkuti mələklərdən biriyəm. Qanadlarımı da arvadıma tapşırmışam ki, yarıqlarını tiksin. Görürəm aramızda elə kəslər var ki, üzlərinə qəm çökür. Nə olub da o? Yahu Yakin, bizim gülüşümüzü bəyənmirsən? Vay olsun o kəslərə ki, peyğəmbərlərə gülürlər və onları məsxərəyə qoyurlar. Dünənə kimi siz hamınız peyğəmbərlərin fəzilətlərindən danışırdınız və bizi onlara qeyd şərtsiz itaətə çağırırdınız. Elə deyil, cənab Sidqiyə. Peyğəmbərlərin fəziləti kimsəyə gizli deyil. Amma bu fəzilət həqiqi peyğəmbərlərə aiddir. Məyər Zəkəriyanın peyğəmbərlikdən nə qazancı var? Əvvəlki kimi taxta mişarlayır. Öz alın təri ilə evə çörək aparır ki, qonşularla, ehtiyacı olanlarla bölüşsün. Evdə yemək bişirmək üçün Heroddan bir darı belə almayıb.
Bütün kasıb və acizlər də belə yaşayır. Əgər o Allahın peyğəmbəridirsə, bəs niyə xəzinə və malı yoxdur? Ya da onun yanında mələk görmürük? Görünür, siz Zəkəriyanın bu yalanlarından yorulmamısınız. Siz yalan nəyə deyirsiniz? Mən bu ana kimi ondan nə bir yalan eşitmişəm, nə də bir günah görmüşəm. Din sözü danışır, amma dindən ruzi qazanmır. Nə boş-boş danışırsan, Cənab Yasakarın huzurundasan. Mən dəqiq bilirəm ki, məbəd kahinlərinin böyüyü Cənab Yasakar, onun əmsi oğlu Cənab Zəkəriyanın arxasınca danışılmasına heç vaxt razı olmaz. Zəkəriya Allahın peyğəmbəri olduğu üçün onun sözü bizim üçün nümunədir. Bəsdir, höcətləşdiniz. Gedin işinizlə məşğul olun. Nə olub, Natan? Yaman narahat görünürsən. Davud və Yahuyakin həmişə haqq söz danışıblar. Haqq söz? Belə çıxır ki, biz Zəkəriyanın qohumları ola-ola onunla düşmənçilik eləyirik. Bunu cəmaat belə deyir. Niyə? Məyər o bizdən nəsə istəyir? İstəyir ki, başımızı aşağı salaq. Məyər unutmusunuz ki, Zəkəriya İmranın canişini və bizim nəslimizin böyüyüdür, ona itaət eləmək vacibdir. Bu sözlər artıq köhnəlib. Zəkəriya və İmran kimlərin zamanı sona çatıb. Xəbəriniz var ki, insanların çoxu sizin Herod və Romalıların əlaltısı olmanızdan qəzəblidir? Əlaltısı? Siyasət dolaşıq işdir, Natan. Yahudilər iman və küfürdə orta hədd bilmirlər. Bu isə çox təhlükəlidir. İndi ki biz Romalıları allada və məbədin idarəsini əlimizə almağa nail olub, dini əməllərimizi Herodun təhlükəsizliyi sayəsində həyata keçirə bilirik, yəni bu məzəmmət olunmalıdır, hə? Yoxsa Bəni İsrailə olan ən böyük xidmətdir. Bu, Yahudi xalqı üçün ən məsləhətli seçimdir. Sizin idarəçiliyinizə və böyüklüyünüzə şübhəm yoxdur. Amma bu sözlər mənə öyrətdiklərinizlə uyğun gəlmir. Bilirsiniz ki, mən Zəkəriyanın şagirdiyəm. İmrana da itaət eləyirdim. Həqiqətən onu Allahın peyğəmbəri bilirdim. Amma indi... Natan, mən səni həmişə ağıllı, dərrakəli insan kimi tanıyırdım. İndiyə qədər eşitmisən ki, peyğəmbərin vədi yerinə yetməsin? Axı, peyğəmbərin xüsusiyyətlərində yalana yeri yoxdur. Natan, sən cəmaatın son rüsvaçılıqdan sonra bizim nəslimizin əleyhinə danışdıqları sözlərdən utanmırsan? Nə vaxta qədər öz etibarını təhlükəyə qoyacaqsan? Uşaqlıq eləmə, Natan. Sən gərək uzun müddət əvvəl məbəd müəllimlərinin himayəsində olaydın. Sən indi ən yaxşı muzda almalıydın. Məbəddə ən yaxşı məqam və ehtirama malik olmalıydın. Bu faydasız və bəs sözlərdən əl çək. Sən cavansan və gərək cavanlığından ləzzət alasan. Sən gərək ən yaxşı zövcələr, ən yaxşı evlərə malik olasan. Cənab Yasakar da sənin dayağın olacaq. O sənin bacının əridir, onun himayəsindən istifadə eləməyə haqqın var. Sən həmişə cavan qalmayacaqsan. Qocalıq və kasıblıq vaxtın haqqında düşün. O zaman kimsə əlindən tutmayacaq. Olmaya istəyirsən küçələrdə qədalıqla məşğul olasan və ya Zəkəriya kimi dülgərlik eləyib sənə layiq olmayan işlər görəsən. Zəkəriya haqqında belə sözlər danışmayın. O dürüst və düz insandır. Düz, amma siyasətsiz insanlar
Yahudilərin gələcəyini təhlükəyə atırlar. Onlar ağılla düşünürlər. Amma axmaqcasına əməl edirlər. Bu haqda fikirləş, Natan. Bəs şirin vədlər necə oldu? Bəs Məsihin səltənəti necə oldu? Sərvət, iftixar, qələbə, bunlar necə oldu? Ey qövm, niyə ilahinin kiçicik imtihanı ilə ilahi rəhmətdən naümid olursunuz? Bizim Allaha ehtiyacımız var. Allahın bizə ehtiyacı yoxdur. Biz möhtac olduğumuz halda ilahi ehtiyacsızdır. Ondan əl çəksəniz, ilahiyə bir zərər toxunmaz. Bu qızın gəlişinin hikməti var. Bəsdir, beynimizi doldurdun. Neçə illərdir peyğəmbərlik iddiası eləmisən, bizi aldatmısan. Bu qədər də yalan olar. Görürsən ki, hamımız həyəcan içindəyik. Siz istəyirsiniz bununla bizim sönük ümidlərimizi çiçəkləndirəsiz? Axı necə ola bilər ki, bizim xilaskarımız bir qız olsun? Başa düşmürəm. Niyə öz dinimizdə məyus olmalıyıq? Niyə Məsih gəlib bizi, Bəni İsraili qəm və pərişanlıqdan xilas eləmədi? Bütün bu müddət ərzində bizə necə yalan danışa bilərdiniz? Vay olsun sizə ey peyğəmbərlik iddiasında olanlar. Vay olsun sizə ki bizi ələ salıb rüsva elədiniz. Vay olsun sizin halınıza. Lənətə gəlmişlər. Ey nankorlar! Axı niyə Allahın sizə göndərdiyi balaca bir sınağa dözməyib, onun peyğəmbərini tərk eləyirsiniz? Niyə ona istehza və hörmətsizlik eləməkdən çəkinmirsiniz? Hörmətində həddi var. Peyğəmbərlik adının günahı sənin boynundadır. Əsanı at və onu əjdahaya çevir. Tüğyan eləyən Nili öz fərmanınla 2 hissəyə böl. Quşu həvən dəstədə döy və onu istiqamətə uçur. Hərəkət elə, möcüzə göstər. Bu adamların qarşısında deyirik. Elə bir iş gör ki, öhdəsindən heç kim gəlməsin. Onda qarşında baş əyib, hamımız sənə itaət eləyərik. Peyğəmbərlərin haqq olması onların ardıcıllarının sayı ilə ölçülməz. Çox peyğəmbərlər olub ki, möcüzələr göstərsələr də öz əhalisi tərəfindən qəbul edilməyiblər. Hamı bilir ki, möcüzə yalnız ilahinin izni ilə baş verir və təmiz qəlbli möminlər tərəfindən qəbul edilir. Sizə gəlincə isə, mən hətta Süleyman məbədinin içərisində belə sizin üçün möcüzə göstərsəm, yenə də mənə inanmayıb deyəcəksiniz ki, mən cadugəram. Cənab Zəkəriyyə, özünüzü qızmar günəşin altında çox yormayın. Bir adam tutun ki, sizin yerinizə danışsın. Səmimi qəlbdən deyirəm, böyük insanın dəliliyini görməyə taqətim yoxdur. İlahi, bizə rəhm elə. Mən bu cəmaatın aqibətinə görə qorxuram. Ey Allah! Mənə verdiyin bu neymətə görə sənə şükr eləyirəm. Sənə nəzr elədiyim bu övlad, qız dünyaya gəldi. Sən bilirsən ki, qəlbim bu övladın eşqi ilə doludur. Amma mən öz nəzrimi verirəm. Şəhərin bütün əhalisi bizi tərk elədi, bizi tək qoydu.
Bilmirəm məbəd kahinləri onu qəbul eləyərlər ya yox. Mən onun adını belə qoydum. Məryəm. Sənə xidmət eləyən. Peyğəmbər İmranın dediyi hər şey bu qızda düz çıxsın və ondan Məsih dünyaya gəlsin.